Salam değerli izleyiciler. O kadar da geosiyasi meseleye benzemeyen ama geosiyasi mahiyetli bir proses hakkında danışmaq istəyirəm. Bu məsələni yəni axşam daha ətraflı bizim ekspertlərlə söhbət eləyəcəyik. Söhbət əlbəttə İran savaşından gedir. Azərbaycan ABŞ və İsrail koalisiyası tərəfindən İranla müharibəyə girə bilərmi? Mən bildiyim qədər indi Azərbaycanda o cümlədən sosial şəbəkələrdə, amma ümumiyyətlə bütün əhali arasında bu sualın ətrafında müzakirələr gedir. Əlbəttə mən iddia etmirəm ki, bu suala net olaraq cavab verə bilərəm. Buna heç kim dəqiq cavab verə bilməz. Xüsusilə o təfərrüatı nəzərə alaraq ki, Azərbaycanda bu cür məsələlər baxmayaraq ki, ümummilli xarakterli söhbətdir və dövlət strukturları, uyğun dövlət strukturları bu məsələləri müzakirə etməlidir, qərar verməlidir. Hətta müharibə kimi dəhşətli bir hadisədən söhbət gedirsə belə, normalda prezident də hətta öz başına qərar verə bilməz, əgər konstitusion idarəçilik prinsiplərini ehtimalən nəzərə alsaq belə, parlamentə müraciət olunmalıdır, parlament hansısa bir qərar çıxarmalıdır. Amma Azərbaycan şəraiti belədir ki, burada parlament heç kimə lazım deyil, heç İlham Əliyevin özünə də lazım deyil. Ona görə də belə qərarları tək başına da verə bilər. İndiyə qədər də belə presidentlər çox olub, özü də insafən deyib bir neçə dəfə ki, nəyi, nə vaxt və necə etməyi mən hamıdan yaxşı bilirəm. Yəni, bütün dövlət qurumlarını itələyir, əlinin arxası ilə bir kənara ki, bu məsələlər sizlik deyil. Amma mən açığı məsələyə Azərbaycanın resursları, mənafeləri, mümkün faydaları və zərərləri baxımından sualların ətrafında yanaşmaq istəyirəm. Biz bilirik ki, bu savaşın əsas aktyorları kimdir? Birləşmiş Ştatlardır, İsraildir, o bir tərəfdən də İrandır və Azərbaycanın bu prosesə necə və hansı motivlərlə, hansı maraqlarla qoşula biləcəyini hamı kimi mən də istəyirəm müzakirə edeyim sizinlə birlikdə. Lütfən yorumlarda fəal olun, yeri gəlmişkən Azərbaycan Saatı YouTube kanalına da abunə olun, yayınları bəyənin, müzakirələrdə aktiv olun. Değerli izleyiciler, Azərbaycanla İran arasında 760 kilometrdən çox quru sərhəd var. Buna görə də belə müharibə, yəni bu müharibəyə giriş ehtimalı, giriş faktı daha doğrusu Azərbaycan üçün birbaşa bir cəbhə açılması demək olardı. 760 kilometr uzunluğunda sərhəd zolağı boyu müharibə apardığın, müharibəyə girişə biləcəyin qonşu ölkənin hərbi təzyiqlərinə dözmək bir qədər ağır məsələdir. Bir neçə baxımdan ağır məsələdir. Əlbəttə, indiyə qədər onu deyə bilərik ki, Azərbaycan nə ilə öyünüb? Azərbaycanı idarə edən şəxs, belə deyək, balans siyasət aparırıq, regionda sabitliyin tərəfindəyik, siyasətimizi Türkiyə ilə koordinasiya edirik, belə mühüm geosiyasi məsələlər üzrə nəzərdə tuturam. Böyük müharibələrdən qaçırıq. İlham Əliyevin əlbəttə bəlli ritorikası hamınıza aydındır. Bunu çox eşitmisiniz onun çıxışlarından. Amma Azərbaycan bu müharibəyə girə bilərmi sualı dünənki hadisədən sonra aktuallaşıb. Naxçıvana həmin dronların düşməsi ilə bağlı. Hərçənd bu dronların mənşəyi ilə bağlı da çoxlu suallar qalır, amma biz ehtimal eləyək ki, elə bunu İran tərəfdən atılıb. Bəlkə İran özü də istəyir ki, Azərbaycan müharibəyə girsin. Ola bilər yəni, hər cür burada variantları istisna etməyə bilərsiniz. Çünki müharibə xüsusilə bu regiona bilavasitə coğrafi olaraq, yəni coğrafi olaraq dəxli olmayan Amerika Birləşmiş Ştatları kimi nəhəng və qüdrətli dövlətin hərbi siyasi maraqlarını təmin etmək üçün başlanan bir müharibədən söhbət gedirsə, burada olduqca çox gizli mətləblərin olduğunu etiraf etməliyik.
Biz də üstəlik Azərbaycanlıyıq və Azərbaycanın da bayaq dediyim kimi bütün məsələləri zaten gizlidir və bir nəfərin qarnındadır. Nə təhrik eləyə bilər Azərbaycanı müharibəyə? Hansısa ekstremal ssenarilərin haqqında danışa bilərik. Məsələn, İran birbaşa hücum eləyə bilər və bu Azərbaycanın müharibəyə girməsini tətikləyə bilər. Əvvəl deyə bilərdik ki, məsələn, raket zərbələri ola bilər. O zaten artıq dronların timsalında baş verib. İran tərəfdən sərhəd hərbi əməliyyatları ola bilər və yaxud böyük terror aktı törədilə bilər. Belə hallarda Azərbaycan bu savaşa və yaxud bu qərara özünü müdafiə aksiyası adı verərək həmin bu savaşa, müharibəyə girə bilər. Elədirmi? Növbəti səbəblərdən biri, məsələn, Cənubi Azərbaycanda çox böyük ixtişaşlar, böyük qiyam adlandıra biləcəyimiz hadisələr baş versə, üstəlik orada İranda yaşayan, axı biz bilirik, 30-35 milyon, bəziləri daha artıq, daha çox rəqəm səsləndirir, Azərbaycanlılar var. Onlar üsyan etsə, vəziyyət hətta vətəndaş savaşına qədər gəlib çıxsa, Azərbaycan humanitar müdaxilə, siyasi dəstək kimi addımlar olaraq izah etməklə bu müharibənin tərəfinə çevrildiyini bəyan edə bilər və müharibəyə girə bilər. Bütün bunlar əlbəttə çox riskli ssenarilərdir. Amerika Birləşmiş Ştatları və İsrail İrana qarşı böyük müharibə açıb. Bu faktdır əlbəttə və proses davam edir. Orada savaşın bundan sonraki mərhələlərinin daha sərt üslubda aparılacağını da həm Amerika Birləşmiş Ştatlarının rəsmiləri, həm də İsrail rəsmiləri təkrar bəyan edirlər və bu tərəflər İrana qarşı region ölkələrinin də qatıldığı böyük bir koalisiya yaratmaq istəsələr, Azərbaycandan nə istəyə bilərlər? Məsələn, hava hücumları üçün baza, logistika, hərbi texnikanın, silah-sursatın daşınması üçün, kəşfiyyat coğrafiyası kimi imkanları istəyə bilərlər Azərbaycanda. Amma bütün hallarda görürsünüz, bu blokda da yenə Azərbaycanın bu savaşa birbaşa hərbi tərəf kimi qoşulmasının zəif bir ehtimalı var. Amma tutaq ki, Trump İlham Əliyevə desə ki, sən bu müharibəyə qoşul və yaxud Netanyahu desə, o da elə Trumpın ağzı ilə deyər. İlham Əliyev qoşula bilər bu savaşa. Üstəlik, bayaq dediyim kimi, onu da nəzərə alsaq ki, bu halda İlham Əliyev Azərbaycanda bunu heç kimlə məsləhətləşməz, heç kimlə də soruşmaz. Lap tutaq ki, Azərbaycan savaşa girdi. Hansı mümkün avantajları yarana bilir Azərbaycanın? Yəni, çox hipotetik olaraq nəzərdə tutsaq ki, əgər İran zəifləsə və Azərbaycan müharibədə iştirak etsə, hansısa strateji qazanc ehtimalları ola bilər. Yəni, Azərbaycan regional güc statusu kimi tanınır. Cənubi Qafqazın əsas hərbi güc daşıyıcısı olan oyunçu kimi yerini möhkəmləndirə bilir. Cənubi Azərbaycan faktoru var. Əgər İran parçalanma ssenarisinə girsə, Güney Azərbaycan məsələsi gündəmə gələ bilər. Bu, Azərbaycanlılar üçün etiraf eləyək ki, həm tarixi, həm də milli məsələdir. Amma məsələnin bu tərəfi də bir qədər şübhəli gəlir adama. Hansı baxımdan şübhəli gəlir? İranın parçalanma ssenarisi, qalib tərəf, yəni bütün bunlar hamısı ehtimaldır. Bu müharibə müttəfiqlərin qələbəsinə qədər gedib çıxacaqmı? Yoxsa İran bütün hallarda heydən düşsə də, hər halda duruş gətirib özü üçün uyğun şərtlərlə bu savaşı bitirsə də, İranın parçalanması və yerində bir neçə fərqli dövlətlərin yaranması ehtimalı, variantı, ssenarisi indi müharibəni başlayan tərəflərin masasında nə qədər aktual yer tutur, onu da bilmirik. Burada sadəcə olaraq siyasətdir. Adamlar allada da bilərlər ki, tamam, siz döyüşə girin, biz İranı parçalayacağıq, oradan böyük bir ərazi, yəni Cənubi Azərbaycan üzərində nəzarət də sizə verilə bilər. Elədirmi? Yəni, belə bir ehtimal var hər halda. Çox zəif də olsa var.
Amma olmasa ona da toxunacağıq. Amerika Birləşmiş Ştatları və İsraillə strateji ittifaqın güclənməsi də perspektivdə Azərbaycanın avantajı sayıla bilər. Bu hansı üstünlüklər yaradır? Məsələn, uzun bir müddət üçün ehtimal eləyək ki, təhlükəsizlik zəmanəti yaradır. Hərbi texnologiyaya çatım imkanları verir. İsraildən onsuz da düzdür Azərbaycan hərbi sursat, silah, texnikalar, texnologiyalar əldə eləyir, amma Amerika Birləşmiş Ştatlarında bəzi məhdudiyyətlər var Azərbaycana ixrac üçün hərbi sənaye məhsullarının. O maneələr aradan qaldırıla bilər. İqtisadi investisiyalarında perspektivdə gələcəkdə bu əlbəttə ehtimal olunan və İranın tam məğlubiyyəti ilə bu proseslərin nəticələnəcəyi hal üçün nəzərdə tutulan hansısa ehtimallardır. Amma itirə biləcəyi nəsnələr də var Azərbaycanın. Bir qədər daha ciddi yanaşsaq, əslində risklər avantajlardan dəfələrlə çoxdur və böyükdür. Yəni Azərbaycan bu savaşa tərəf olaraq girsə, bunu bəyan edərək girsə, müttəfiqlərin bütün şərtlərini qəbul edərək savaşa girsə, o zaman bir müharibə tərəfi olaraq hazır olmalı olduğu bəzi zəruri tədbirlər var. Bunların başında nə gəlir? İranın raket və dron hücumları. Bu çox həssas məsələdir, dəyərli izləyicilər. Deyə bilərsiniz ki, müttəfiqlər Azərbaycanın səmasını qoruyacaq falan, amma baxın, nəzərdən qaçırmaq olmaz ki, bütün dünya dövlətləri arasında öz səmasını hərbi təcavüzə qarşı ən möhkəm qoruya bilən ölkə imicini daşıyan İsrailin həmin o qorunan dəmir qübbəsi səması İran raketlərinin təzyiqi altında hər halda deşik-deşik kimi görünür. Təl-Əvivə belə raketlər, dronlar, bombalar düşürsə, deməli, həmin o dəmir qübbə səmanın qorunması kimi belə çox fantastik şəkildə bizə təqdim olunan o faktor da o qədər də möhkəm faktor deyil. İranın arsenalında minlərlə ballistik raketlər var, kamikaze dronlar var, həmin bu Naçvana düşən dronlar kimi. Uzaq mənzilli artilleriya imkanları arsenalı çox zəngindir. Hədəf də əgər Azərbaycan bu savaşa qoşulsa nə olacaq? Enerji infrastrukturu olacaq. Bakı şəhərinin özü ola bilər, neft-qaz obyektləri ola bilər və bütün bunların hamısı risk altına düşür dərhal. Regionda çox böyük bir müharibə effekti yaranır Azərbaycanın region ölkəsi olaraq, İranla qonşu ölkə olaraq bu savaşa girməsi ilə. Bu o deməkdir ki, bir çox başqa region dövlətlərdə istər-istəməz bu savaşın ya tərəfinə çevrilə bilirlər, ya da bu savaşın təsirləri altına düşə bilirlər. Rusiya faktoru varmı? Var. Türkiyə faktoru var. Ermənistan faktoru var. Hətta Gürcüstanı da nəzərə alsaq, Azərbaycanın bu savaşa qoşulmasıyla bütün bu tərəflər, sadaladığım qonşu ölkələr tərəf olaraq öz mövqelərinə hansısa şəkildə yenidən baxa bilərlər. Hamısı da prosesə dolayısıyla daxil ola bilərlər və yaxud dolayısıyla yox, elə birbaşa daxil olmaq məcburiyyətində qalarlar. Azərbaycanın itirə biləcəyi bir iqtisadi amillər də var. Yəni iqtisadi çöküş riski var Azərbaycan üçün əgər müharibənin tərəfi olaraq hərbi əməliyyatlara qoşulsa. Nəzərdə nəyi tuta bilərik? Azərbaycanın iqtisadiyyatı əsasən nədən ibarətdir? Nüvə, qaz və tranzit. Bu üçlük üzərində qurulub Azərbaycanın legal iqtisadiyyatı. Neft, qaz, bunları hətta ikisini də bir saya bilərsiniz, amma hər halda neft, qaz və tranzit üzərində qurulub Azərbaycan iqtisadiyyatı. Qalan bütün kənd təsərrüfatı da iqtisadiyyatın başqa sahələri də olar. O qədər də önəmli faktorlar deyil Azərbaycan iqtisadiyyatı üçün. İthaldan asılı olan bir ölkədir. Bu müharibənin başlanması Azərbaycanın
həm ixrac, idxal əməliyyatlarını durdurur, investisiyanın belini qırır, logistikanı, yəni bayaq həmin o təriflədiyimiz və 3 sütundan biri adlandırdığımız tranziti öldürür. Çox ciddi şəkildə zəiflədə bilir bütün bu prosesləri. Daxili təhlükəsizlik məsələsi var. Hətta onu da nəzərə alsaq ki, Azərbaycanda bir avtoritar rejim var. Diktatura elementləri ilə zənginləşdirilmiş bir avtoritar rejim var. Polis və təhlükəsizlik qüvvələri ölkənin bütün sosial spektrlərinə çox sərt nəzarət edə bilir. Amma hər halda İranın da Azərbaycanda nəzarət edə bildiyi, nüfuz edə bildiyi dini şəbəkələr var, kəşfiyyat strukturları var, müəyyən təsir qrupları var. Bütün bunlar var hər halda. Müharibə başlasa və Azərbaycan bu savaşın açıq tərəfinə çevrilsə, ölkə daxilində həm terror, həm də sabotaj risklərinin arta biləcəyini göz önünə almaq lazımdır. Digər mühüm bir faktor nədir? Azərbaycanın bu savaşa qoşulmaq üçün hərbi və maliyyə resursları varmı? İlk baxışdan nəyi fərqləndirə bilərik? Azərbaycan ordusu regionun güclü ordusu sayılır, amma nəzərinizdə bir daha möhkəmləndirin. Regionun güclü ordusu sayılır. Region deyəndə də 3 Qafqaz ölkəsini nəzərdə tutun. Gürcüstan, Ermənistan və Azərbaycan üçlüyündə əlbəttə Azərbaycan ordusu həm ən yaxın zamanlarda döyüş təcrübəsi olan, üstəlik qələbə təcrübəsi olan, hərbi qələbə təcrübəsi olan bir ordu kimi həm texniki, həm də psixoloji üstünlüyə malikdir bu üç ölkə arasında. Amma bu o demək deyil ki, Azərbaycan ordusu regionun bütün başqa orduları arasında güclü faktordur. Biz onu nəzərdə tutmalıyıq ki, Azərbaycan ordusunun həm hərbi texniki, həm də psixoloji gücü açığı həm Türkiyə ilə əməkdaşlığın əsasında formalaşmış və möhkəmlənmiş faktorlardır, həm də İsrail hərbi texnologiyasının sayəsində. Bura nə daxildir? Dron sistemlərdir, raketlərdir, planlardır, amma başqa problemlər də var axı. İranın əhalisi nə qədərdir? 90 milyondan çoxdur. Bütün bu savaşa hazırlıq illərində söhbət 30-40 ildən gedir. İran böyük raket arsenalı yarada bilib və çox geniş əraziyə çata biləcək raket arsenalından söhbət gedir. Biz bir ölkə olaraq, sadəcə olaraq bu arsenalın təpikləri altında qalmağı göz önünə almalıyıq. Ölkədə çox böyük dağıntılar ola bilər. Baxın, hətta Azərbaycanda Kür çayı daşanda və yaxud hansısa bir lokal zəlzələ baş verəndə onun nəticələrini aradan qaldırmaq uzun illər ərzində mümkün olmur. Azərbaycanda müharibə 5 ildən çoxdur ki, başa çatıb, dəyərli izləyicilər, amma həmin işğal altında olan ərazilərin bərpası, quruculuq işlərinin hələ çox cüzi faizi həyata keçirilib və elə İlham Əliyevin özünün çıxışlarından doğan məntiqi nəticələr budur ki, hələ 2050-ci ilə qədər orada bərpa, quruculuq işləri aparılacaq. Yəni, müharibə, əgər böyük müharibəyə Azərbaycan açıq şəkildə girsə, Azərbaycanın 30 il ərzində işğal altında olmuş ərazilərindən daha böyük ərazidə və bütün ölçülərinə görə daha böyük dağıntılar yarana bilər ki, bunun bərpası Azərbaycan üçün doğrudan fövqəladə çətinliklərlə bağlı ola bilər. Maliyyə resursları nədir Azərbaycanın? Dövlət neft fondunda hansısa ehtiyatların, vəsaitlərin olduğu barədə söhbətlər var. Bunların nə dərəcədə dəqiq olduğunu mən deyə bilmirəm. Və enerji gəlirləri var. Amma böyük regional müharibə, dəyərli izləyicilər, milyardlarla deyil, 10 milyardlarla dollar xərclər tələb edir və Azərbaycanın bütün valyuta ehtiyatları çox qısa müddətdə, üstəlik hələ İranla bu tartışmanın nə qədər davam edəcəyini bilmək olmaz. Bir ilmi, yoxsa aylarla mı? Hər halda belə bir sürədə davam edə bilər və bu müddət ərzində Azərbaycan özünün valyuta ehtiyatlarının ya hamısını, ya da əhəmiyyətli bir hissəsini sərf etmiş ola bilər. Yəni, buna məcbur ola bilər. Real siyasət nədir? Hərçənd real siyasət indi
belə deyək, müharibədir ki, orada davam eləyir. Amma hər halda Azərbaycana bu müharibə lazımdırmı aspektindən real siyasəti dəyərləndirsək, bərbaşdan cavab budur. Çox böyük ehtimalla lazım deyil. Çünki Azərbaycanın normal və əsas strategiyası nə olmalıdır? Qarabağ müharibəsindən sonraki sabitlik, iqtisadi inkişaf, tranzit ölkəyə çevrilmək, Türkiyə ilə inteqrasiyanı gücləndirmək. İrana qarşı müharibə isə, dəyərli izləyicilər, uzun müddətli qeyri-sabit bir region yaradır, böyük risklər yaradır. Həmin o uzun müddətli qeyri-sabit regionun ən qeyri-sabit ölkəsinə çevrilmək riski var. Təhlükəsizlik problemləri yaranır və nəticədə Azərbaycanın Amerika Birləşmiş Ştatları İsrail koalisiyası ilə İrana qarşı müharibəyə girməsi nəzəri baxımdan, bir daha təkrar edirəm, mümkündür. Praktik baxımdan da mümkündür açığı. Çünki bayaqdan nəyi deyirəm, bir neçə dəfə vurğuladım ki, bu İlham Əliyevin dodaqlarının arasında olan bir praktik reallığa çevrilə bilər. Hərçənd çox aşağı ehtimaldır və yalnız ekstremal təhlükəsizlik vəziyyətində baş verə bilər. İran dronları atmadığını bildirdi. Adətən İran atdığı dronları və raketlərin müəlliflik hüququnu təksib etmir, amma hər halda Azərbaycana biz atmamışıq dedi. Nə qədər səmimidirlər, özləri bilərlər. Belədir məsələ. Amma doğrusunu heç kim bilmir. Doğrusu Azərbaycan kimi ölkələrdə diktatorun iradəsinə və istəyinə bağlıdır və diktator da kənardan hər halda kimsə onun hansısa müttəfiqləri təzyiq etsələr ki, sən bu savaşa başlamalısan, o başlayacaq. Azərbaycan ordusu, Azərbaycan xalqı bu savaşı istəyirmi? Mən ordu istəyirmi sualını da qoyuram. Çünki düzdür, ordu əmrə tabidir. Deyəcəklər ki, gedəcək. Amma psixoloji baxımdan, mənəvi baxımdan ordu buna hazırdırmı? Üstəlik, açığı bir mühüm faktoru da gərək yaddan çıxarmayaq ki, Azərbaycan bu savaşa girsə, İranın şimalından hər halda quru əməliyyatların başlayacağı halı da var yəni. Biz sadəcə olaraq uzaqdan hansısa raketləri atıb İranın raketlərindən onsuz da effektiv müdafiə olunmaq imkanlarımız yoxdur. Amma hətta quru hərbi əməliyyatlar şəklində Azərbaycan ordusu İran ərazisinə girsə, qarşı tərəfdən kimlə döyüşəcək? Tərkibi əsasən Azərbaycanlılardan, Azərbaycanlı gənclərdən ibarət olan İran ordusu ilə döyüşəcək. Bu təfsilatları hər halda yəqin ki, hamınız nəzərə alırsınız. Nəzərə alırsınız deyəndə mən əlbəttə bilirəm ki, Azərbaycanlılar bu məsələni heç bir cəmiyyət və xalq olaraq da həll etmirlər. Bu məsələlərin Azərbaycan cəmiyyətinin və Azərbaycan xalqının iradəsindən asılı olmayan hala gətirilməsi faktı baş verib. İlham Əliyev iradəsi üstündə iradə tanımayan bir diktatordur. Bütün hallarda mən mümkün versiyaları və mümkün sualları səsləndirdim, amma təbii ki, axşam daha ətraflı bir müzakirəni sizə təqdim edə biləcəm. Hələlik isə lütfən bu yayını bəyənin və paylaşın. Təşəkkür edirəm diqqətinizə görə.